İstəyirik. Əvvəlcə İranın zərbələri ilə, İran İsrailə zərbələri davam etdirir. Gecə də İsrail ərazilərinə raketlərlə hücumlar təşkil olunub və ən son xəbərə görə İran İsraildə xəstəxananı vurub. Amban videonu sizə təqdim edirik artıq və ekranlara indi bir qədər sonra efir rejissorumuz bəli sizə bunu təqdim edəcək. Bu da İsraildə vurulan xəstəxanadan görüntülərdir. Belə ki, hadisə baş verib paytaxt Təl-Əvivdə və İran İsrailə raket zərbələri endirib. Bu barədə İsrail mediasının yaydığı informasiyaya görə raketlər paytaxt Təl-Əvivə düşüb. Eyni zamanda Beer-Şevada yerləşən Soroka xəstəxanası da vurulub və Soroko xəstəxanasından olan görüntülər sizə təqdim olunur. Dəhşətli bir mənzərədir və İsrail ərazilərinə hücum zamanı bu raket zərbələrindən biri deməli Beer-Şeva ərazisində, bölgəsində yerləşən Soroka xəstəxanasına düşüb. İndi yaralıların və ya ölənlərin olması ilə bağlı biz yenilənən informasiyaları gözləyirik bu kadrları bərabər izləyərkən və hər halda İsrail mediası bu raket zərbəsi nəticəsində xəstəxanada ölən və yaralıların olub-olmadığı barədə dərhal operativ şəkildə məlumatları dünya ictimaiyyəti ilə də bölüşəcək. Təbii ki, İran geri çəkilmir və İsrail ərazilərinin bombalanmasını davam etdirir. Bu da Tehrana və digər bölgələrə olan hücumlara cavab xarakteri daşımaqdadır. Amma hər iki tərəf əslində çalışırlar ki, biri-birinin mülki infrastrukturuna, mülki əhalisinə zərər vurmasın. Amma bütün hallarda bu savaşdır və bu müharibədirsə, hər bir tərəfdən mülki məntəqələrə də və dinc insanlara da zərər dəyəcək və dinc insanlar, hansı ki bu müharibədə heç bir günahı olmayanlar, istər İran tərəfindən, istər İsrail tərəfindən bu müharibənin qurbanına çevrilir. Bu da Yahudilərdir və tibbi personaldır, səhv etmirəmsə, bəli, onlar əllərindəki mobil telefonlarla xəstəxanadan görüntüləri paylaşırlar və İran tərəfindən atılan raket zərbəsi nəticəsində vurulmuş Soroka xəstəxanasından olan kadrlar sizə təqdim olunur. Bəli, təxminən Qəzza bölgəsinə oxşuyur deyəsən. Yəni, get-gedə Təl-Əvivin özü də vaxtilə qırmızı xətt idi Təl-Əvivi vurmaq və ümumiyyətlə Təl-Əvivin təhlükəsizliyinin təminatı məsələsi bir nömrəli məsələ idi və hesab olunurdu ki, İsrail paytaxtını vurmaq üçün cürət lazımdır, cəsarət lazımdır. Amma indi bu müharibədə artıq bütün qırmızı xəttlər keçilib